Salam, bugün Kiev kotleti hazırlayıram. Kotlet üçün yuyub qurutduğum bir dəstə şüyüdü xırda-xırda doğrayırıq. 150 qram otaq temperaturunda əritdiyim yağın üzərinə əlavə edib qarışdırırıq. Qarışımı yağlı kağız üzərində nazik uzunsov formada yayırıq. Bu şəkildə büküb buzluğa yerləşdiririk. ...600 qram toyğun sinə ətini, bir baş orta boy soğanı və 2 diş sarımsağı ət maşınından keçirtdim. Zövqə görə duz istiyot əlavə edib qarışdırırıq. Yağ donduqdan sonra buzluqdan çıxarıb bu şəkildə doğrayırıq. Doğradığımız hər bir formanın çəkisi 20-25 qram olmalıdır. Kotleti hazırlayıb forma vermək üçün bizə un, suxari və 2 ədəd iri yumurta lazımdır. Yağı ətin içərisinə yerləşdirib forma veririk. Forma verdiyimiz kotleti əvvəlcə una, sonra isə yumurtaya atıb hər tərəfinə bulayırıq. Kotleti suxariyə, sonra yenidən yumurtaya və təkrar olaraq suxarinin içərisinə qoyub yenidən forma veririk. Bu reseptlə 7 ədəd kotlet alınır. Qeyd edim ki, suxari əvəzinə quru çörək ovuntusundan da istifadə edə bilərsiniz. Kotletləri bişiririk. Bitki yağı əlavə etdiyimiz qazanı yaxşıca qızdırdıqdan sonra kotletləri bişiririk. Qeyd edim ki, kotlet üçün istifadə etdiyimiz toyğun sinə ətini bir gün öncədən çəkib hazırlayıb saxlasaq daha yaxşı olar. İlk dəfədən razı qalacağınız bir kotlet reseptidir. İzlədiyiniz üçün təşəkkür edirəm.